Demək, 20 sınaq suallarının 22-ci sualını davam elətdiririk. Birinci sınaqdan. 22-də dərzi şagirdi Əhməd nağlındakı Əhməd obrazı ilə bağlı yanlış fikri müəyyən edin. Burada hər sual açmanın qarşılığında padşahdan bir tələbi olur. Bəli. Birində qızını istəyir, birində nişanlanmağını istəyir, toy istəyir və s. Doğru fikirdir, çıxırıq. Yuxudan oyatdığı üçün ustasına etirazını bildirir. Deyir, bəli, yuxu görürdüm. Yuxumu yarıda kəssin. Bu doğru fikirdir. B variantında çıxırıq. Birinci suala cavab verdikdən sonra azadlığa buraxılmır. Həqiqətən də buraxılmır. Hələ çubuqla döyüb təzədən zindana salırlar. Yuxusu Çinli olmadan onu kimsəyə danışmır. Həqiqətən də danışmır. Sonunda şaha danışır. D variantında çıxırıq. Şah Abbas onun qızı ilə ailə qurmasına əvvəldən razı olur. Xeyr, əvvəldən razı olmur. Hansı ki, Firəng padşahı şərt qoyur ki, ikinci şərti qoyandan sonra, ikinci sualına cavab verəndən sonra demək, Əhmədin tələbinə uyğun olaraq qızının ailə qurmasına icazə verir. 23-cü suala baxırıq. Xan Sarayı və Çahargah əfsanəsi əsərlərinə aid ortaq məqamlardır. Şifahi xalq ədəbiyyatı nümunəsidir. Bir doğrudur. Sonra əsas qəhrəmanın ustadır. Xan Sarayında əsas qəhrəman ustadır, amma Çahargahda alim. 2 götürülə bilməz, çıxırıq. Sonra zülmkar ölkə başçısı təsvir olunub. Bəli. 1-3. Vəzir surəti yaradılıb. Çahargahda vəzir surəti var, amma Xan Sarayında vəzir surəti yox. Baş qəhrəman məğlub olur, xeyr. Baş qəhrəman fiziki baxımdan Xan Sarayında məğlub olsa da, həm də ortaq xüsusiyyətləri axtardı, Çahargahda məğlub olur. Testimizin cavabı 1-3. Demək, gəldi 24-cü suala. 24-cü sualda fürsət əldə ikən yaxşılıq elə həmişə əlində ixtiyar olmaz. Gəl güvənmə dövlətinə, malına, mala, mülkə, ömrə etibar olmaz. Natamam qafiyədən istifadə olunub. Demək, bu qoşmanın birinci bəndi olduğuna görə, həm də yeri gəlmişəm, ustadnamədir bu. İxtiyar və etibar sözləri bir-birindən həm qafiyədir, ona görə natamam qafiyədir, zəngin qafiyə deyil. Ona görə cavabın biri 1-dir. 1 sonra. Cinas qafiyədir, xeyr, cinas qafiyədə yoxdur burada. Lirik növdə heca vəznindədir. Doğrudur, qoşma olduğuna görə lirik növdədir, heca vəznindədir. Qafiyə quruluşu gəraylıdan fərqlidir, yanlışdır. Gərayılının da birinci bəndi belə qafiyələnir. Nəsihətamiz məzmundadır, bəli, ustadnamə olduğuna görə nəsihətamiz məzmundadır, 1-3-5. Testin cavabı. 25-də baxırıq. Demək, lətvələrə aid xüsusiyyətlərdir. Yalnız yumordan istifadə edilir, xeyr, satiradan da istifadə edilir lətvədə. Bayaq da yuxarıdakı sualların birində dedim. Cəmiyyət və məişət haqqında olan qüsurlar tənqid olunur. Demək, bəli, doğru fikirdir. Bir də xalq arasında yalnız Molla Nəsrəddin ilə bağlı lətvələr geniş yayılıb, xeyr. Bəhluldanında da var, başqalar da var. Lətvələrdəki gülüşün növləri komediya janrındakı gülüşlə səsləşir. Bəli də, komediyada da satirik və humoristik gülüş olur. Doğru. Sonluğu bəzən xalq arasında məsələ kimi işlənir. Bəli, bu da doğru fikirdir, 2-4-5. Qələt yağ küpəsindədir, mindiyini saymırsan filan və s. 26-cı suala baxırıq. Ağılda uşaq nağılı ilə bağlı doğru fikirləri müəyyən edin. Xanın tapşırığını kəndə vəzir çatdırır. Yanlış fikirdir. Adamlarını göndərir, çatdırır. Xanın xoşladığı heyvan keçi idi. Doğru fikirdir. Əhməd öz ağlı, bacarığı və tədbiri ilə kəndi xilas edir. Bəli, bu da doğrudur. Elə hekayənin məğzi mənası bundan ibarətdir. Almaların sirrini Əhməd özü tapır. Xeyr, bu yanlışdır, müdrikdən öyrənir. Xan məsləhətçisinin təklifindən sonra kəndi ələ keçirmək üçün hiləyə əl atır.
Bəli. Ağsaqqalları çağırtdırır saraya. 2-3-5. 27-də uyğunlaşdırma testidir. Alim bir də hökmdar çargah əfsanəsində müqayisə olunub. Saray həyatının qiymətləndirilməməsini nakorluq hesab edir. Bu hökmdara aid olan xüsusiyyətdir. 2A yaza bilirik, görək. Xalq arasında böyük hörmətə malikdir. Təbii ki, bu alim olacaq. B. Sonra ölkəni tərk etmək məcburiyyətində qalır. Bu da bildiyimiz kimi alimdir. C variantı. Ona tabi olmayana qarşı qərəzli mövqe tutur. Bəli, bu da şahdır. D variantı. Əməyi dəyərləndirilir. Əmək dəyərləndirmədən söhbət getmir. Ona görə 1-ə B, C, 2-yə A, D. Gəldik situasiya suallarına. Dostlar, situasiya mətnini özünüz oxuyarsınız. Bu Daşdəmirin nağılından bir parçadır. Burada 28-ci suala baxırıq. Daşdəmirin nağılı əsərindəki Daşdəmir və Dərzi şagirdi Əhməd nağılındakı Əhməd obrazının xarakterindəki oxşar cəhətləri yazın. Bax. Demək, bunların hər ikisi bunları yazmaq olar iradəli. R hərfini yaza bilmədim. İradəli. İradəli yazmaq olar. Sonra sözlərindən dönmürlər. Belə yazmaq olar. Çətinliyə qalib gəlirlər. Cəsarətlidirlər, qorxmazlar. Hər ikisi. Keçirik 29-a. 29-da Daşdəmirin nağılı ilə Xan sarayını müqayisə eləməliyik. Forma və janr xüsusiyyətləri əsasında cədvəli tamamlayın. Oxşarları yazın. Belə çıxır ki, demək, Daşdəmirin nağılına aid olan nədir? Hər ikisi epik növdədir. Hər ikisini epik növdədir yazmaq olar. Hər ikisi nəsrlə yazılıb. Ondan sonra hər ikisi təhkiyə var, nağıl etmə var hər ikisində. Daşdəmirin nağılı nağıldır və yaxud nağıldan bir parçadır burada verilən. Xan sarayı isə əfsanədir. Sonra şifahi xalq ədəbiyyatı nümunəsidir. Belə də yazmaq olar. Bu şəkildə. 30-da səbəb-nəticə əlaqəsini müəyyənləşdiririk. Bunu yazmışıq. Demək, padşahın əmri ilə meydanda dar ağacı qurulur. Bu demək, hər iki əsərdə var əslində bu. Daşdəmirin nağılından söhbət gedir. Bəli, Daşdəmirin nağılında padşahın əmri ilə meydanda dar ağacı qurulur. Dar ağacının qurulmağına səbəb Daşdəmirin sirri deməməsidir. İcazə almadan sirrini deyə bilmir də. Ona görə elan etdi ki, orada mən sirrimi deyəməyəcəm. Ona görə də padşahın əmri ilə dar ağacı qurulur. Nar parçalarını, dənələri ətrafa səpilir. Orada nağılı geniş oxusanız, orada qız gəlib sirri açmaqdan ötürü meydana yüzü bağlı gəlir. Bir nar atır, gəlir, düşür meydanın ortasına parçalanır. Orada da Daşdəmir sirri açacağına razılıq verir. Deyir ki, mən sirri aça bilərəm. Və 30-cu sualda bu şəkildə qeyd edəcəksiniz.